bu hayatta en müqəddəs olan bizim hayatımızdır. Ve biz ömür boyu ne üçünsə, kimi üçünsə yaşamağı öyrənmişik. Özümüz üçün yaşamağı öyrənməmişik. Sizin hamınıza tövsiyə edirəm. Özünüz üçün yaşayın. Özünüzü sevməyə başlayın. Bütün demədiyiniz sözləri deməyə çalışın. Ətrafınızdakilara minnətdarlığınızı bildirin. Sevdiklərinizi bildirin. İnciliğiniz olan insanlardan üzr istemeye çalışın. Hayatımız ne vaxtsa kurtaracak. Allah'tan başka onun hiç kimin bilmir. Ve ona göre çalışmak lazımdır ki bu müqəddəs olan hayatımızı güzel yaşayaq, xoşbaxt yaşayaq. Mehribançılıqla, sevgiyle yaşayaq. Hayatımızı lazım olmayan şeylere sərf eləməyik. Elə bu faciə mənə bunu göstərdi ki və ona görə bu postu yazmağa çalışdım ki siz de bir balaca düşünmeye çalışın. Hayatımızın sonu var ve o sonacan istəklərinizi, arzularınıza çata biləsiniz. İnşallah. Hamınıza uğurlar arzulayıram.